Bir məsələ tənbih edeyim. Bax, bunu məscidlərimizdə görürük. Müəzzin əzan verəndə hamı söhbət edir. Düzdürmü? Halbuki aleyhissalatu vesselam nə əmr edir? Müəzzini eşidəndə onun söylədiklərini təkrarlayın. Asi olma Allah Nəbisi sallallahu aleyhi ve sellemə. Qulaq ver, dinlə və onun sözlərini Allahu Akbar təkrarla. Dinən Allahu Akbar, Allahu Akbar. O şəhadət gətirəndə iki şəhadəti sən də gətir. O hayyə aləs-salah deyəndə dinə ki, la havlə və la quvvətə illə billah. Və belə 4 dəfə hayyə aləl-fələhdə də eyni şey. Əgər sabah namazıdırsa desək ki, as-salatu xayru minən-nəvm, de ki, as-salatu xayru minən-nəvm. Çünki hədisə gəlib ki, və onun dediklərin eyni mislini təkrarlayarsa. O sonra iki təkbirdən sonra Allahu Akbar denə ki, Allahu Akbar, Allahu Akbar. Və sonra yine təhlil elə. La ilahe illallah. Və sonra baxırsan, görsən, qardaşlar neyinlər? Allahu Akbar. Qardaş, bir dəqiqə. Əzanın duası var. Onu kim deyəcək? Onu ha vaxt deyəcəksən? Onun vaxtı məhduddur. Əzandan dərhal sonra. O yerdə eləmədinsə, aynən tilavət səcdəsi kimidir. Tilavət səcdəsini keçəndən sonra tilavət eləməyin, səcdə eləməyin yeri yoxdur. Gələk tilavət səcdəsinin üzərində çatanda səcdə eləsən. Bu da elə. Əzan bitəndən sonra neyinirsən? Duaları gətirsən. Sən hara tələsisən sünnət qılmağa? Sünnət qaçmadan narahat olma, qılacaqsan. Nədir oradakı dualar? 4 tane dua var qardaşlar. O duaları əzbərləyin və onların fəziləti haqqında da dərsi dinləyin ya da oxuyun. Birinci, ilk elədiyin şey əzandan. Demək əzanı eşidə müəzzinin dediyini təkrarlamaq eyni misli. Və təhlil gətirəndən sonra la ilahe illallah deyinə ki, və ənə əşhədu ən la ilahe illallah və ənə əşhədu ənə Muhammədən Rasulullah. Digər rivayətdə gəlib ki, sahabə deyərdi ki, və ənə həmçinin mən də şəhadəti gətirmədən birbaşa təsdiq iqrarı. Amma bütöv gətirmək daha əfsəldir. Və ənə əşhədu ən la ilahe illallah və ənə əşhədu ənə Muhammədən Rasulullah. Bu birincidir. Tələsmə qardaş, sünnəti qılarsan, səbirli ol. Dinə ki, Allahümə salli alə Muhammed və alə əli Muhammed. Kəmə salləytə alə İbrahimə və alə əli İbrahim və bərik alə Muhammed və alə əli Muhammed. Kəmə bərəkdə alə İbrahimə və alə əli İbrahim fil aləminə innəkə hamidun məcid. Salli və barik duaları buna deyilir. Bunu elədin, tələsmə qardaş, səbirli ol, sünnəti qılacaqsan. Hələm qalıb, ən əsas dua qalıb. O dua ki, şəfaati vacib eləyir. Qiyamət gün gəlirsən, şəfaət axtarırsan, tapa bilmirsən. Vaxtında duanı eləmirsən. Vaxtında şəfaəti hil eləyən, sənə halal edən, yəni sənə vacib edən duanı vaxtında gətirmirsən, indi şəfaət axtarırsan qiyamət günü. Hədis necə gəlib? O duanı eləyənə şəfaəti vacib olur. Aleyhissalatu vesselam, elə deyilmi? Maqam-ı Mahmudu kim istəyəcək onun için? Sən onun üçün Maqam Mahmud istəyəcəksən ki, Rabbi ona verəndə də sənə təşəkkür əlaməti olaraq sənə də şəfaətdən pay olsun. Hara tələsirsən, səbirli ol, sünnəti, hələ mücü təhiyyət qılır. Təhiyyət heç əsla lazım deyil. Təhiyyətə bax olur, əzən olmayan vaxtlarda. Əzəndən sonra sünnət varsa təhiyyət yoxdur, birbaşa duaları gətir. Deyirsən, Allahümə Rabbə hədihi dəvəti təmmə və salatil qaimə əti Muhammədən əl-vəsilətə vəl-fəzilə və bə'ithhu məqamən məhmudin illəzi vəəttəh. Bu ən səhih rivayətdir. İnnəkə la tuxliful mi'ad ziyadəsi nədir? Zəifdir. Bu bunun tələffüz forması. Allahumma Rabbə həzihi dəvəti təmmə və salatil qaimə əti Muhammədən əl-vəsilətə vəl-fəzilə və bə'ithhu məqamən məhmudən. İstəsən burada böl, əlləzi vəəttəh. İstəsən belə tələffüz elə. Əgər onları birləşdirə bilmirsənsə, nun əs-səkinə, iltiqa əs-səkinə hökmünə əgər tələffüz elə bilmirsənsə, belə də deyə bilərsən. Tələsmə qardaş, biri də qaldı. Yenə də dualarımı 4 dənə dua var. 4'ünde məxsus əzandan sonra kim eləyərsə, 4'ünde xüsusi fəziləti var. Və bu yalnız əzanın zamanı meydana gələ bilən fəzilətli hallardır. 4'üncü neydi? Raditu billahi rabben ve bil islami dinen ve bi Muhammedin sallallahu aleyhi ve selleme nebiyyə. Qurtardı mı kifayətdir? Bəli. Bu 4 dənə duadan çox müsəlmanlar qafildir. Görsən əzanı eşidir, təkrarlanmır. Ən böyük əcir, müsibəti, o əcir itkidir, o getdi, o itkiyə getdi səndə. Əzanı dinlədi, dinləmədi.
Tekrarladı, tekrarlamadı. Ne tekrarlamadı? Bu bir itki. Ne de dinlemedi. Üstelik de asi oldu. Ne de koymadı ki insanlar dinlesin. Söhbət edir. Ezan gede söhbət edir. İki kat itki. Ya hasrete. Xəsarətdir. Üstelik ve ana o şehadetler sana lazım olacak. Onu indi çok denen ki öləndə də dilvə getirsinler onu. İndi deməlisən. Hər ezanda diyeceksin ve ana. Eşhedü en la ilahe illallah ve enne Muhammeden Resulullah. Salli ve barike çoxalt ki salli ve barikin fəziləti hakkında duaları hadisler bilirsiniz. Salli ve barik ve Allah Nebisi sallallahu aleyhi ve selleme salavat getirmem fəzilətləri hakkında hadisler bilirsiniz. Bəs ona bak diyeceksin. Cümə geldi, girdi, çıktı, salavat getirmedin. Ve hemçinin burada yani. Burada da salavat getirmedin. Ve Allahümme Rabbe hadi da'veti tamme duası mes ezan duasıdır. Raditu billahi Rabben tasdik duasını da burada getirsin. Bu 4 tane şeyi eləyəndən sonra eledin. Ondan sonra sünneti rahat kılabilirsin. Ve əfsuslar olsun ki görersen ki ezan verilir. Birinci hata. Ezan dinlemirlər. Ondan da beteri. Ezan zamanı danışırlar. Ve müsibət. Ezanı tekrarlamırlar. Cevap da bərabərdə xəsarət. Xəsarət. Bu itkiler hamısı. Hamısında xüsusi fəzilətləri ve savabları var. Üstelik ve ana birinci duanı məhrum olurlar. Salli ve barik fürsəti duasını savabından məhrum olurlar. Allahümme Rabbe hâzi da'veti temme şefaati vacib eləyən, hill eləyən duanı getirmirlər ki ezandan sonra məs deyilir bu. Məs ezandan sonra kim bunu deyərsə buyurur aleyhissalatü vesselam. Ve sonra Raditu billahi Rabben bu senin səhər akşam təsdiqindir ve bir de ezandan sonra olan təsdiqindir. Bunu da getirmir. Ve görərsən ki kardeşler tez qalxıb neyli namaza girərlər. Gəlin inşallah bunu öyrənək, bunun əhkamlarını, onların mənasını öyrənək, onların fəzilətini öyrənək ve bunu qoruyaq. Nəticədə məscidə əcəb bir huzur gələcək, sakitlik gələcək, sükunət gələcək, əzanın da dadını biləcəksin, həzzini alacaqsın, savabını da biləcəksin, qədrini də biləcəksin. Vallahi vaxt vardı, yəni insanlar əzana həsrət idilər. İndi müəzzin əzan verir, insanlar onu sanki değerlendirmediler. Allah subhanahu teala işte faydalarından etsin. Hada ve sallallahu aleyhi ve sellem ala nebeyina Muhammed ve ala alihi ve sahbihi.